Əziz bircələr, bu dəfə sizə izah dərsimizdə 1917-ci ilin fevral inqilabından sonra baş vermiş hadisələrdən söhbət edirik. 2024-25-ci ilin iştiraklarında bu dərs xeyli azalmış variantdadır. Dərsdən nəyisə çıxartmayıblar, dərsi bölüblər, yarısında soyqırımdan sonraki hissiyatlar, komissarlıqla seyimin fəaliyyəti barədə sonraki dərsdə söhbət edəcəyik. Əvvəlcədən onu deyim ki, bəzi səbəblərdən dolayı mikrofonun qırıldığı üçün artıq daha dolğun variantda səsini eşidə bilməyəsiniz. Bu münasibətlə rəy bölməsində kartının kodunu qoyuram və iyanə kampaniyası başlayıb bu gündən etibarən adama 1 manat atmaqla 237 dollara manata qəşəklənən mikrofon görmüşəm. Adama 1 manat göndərin dostlar. Axır ki, sizdən də bir xeyir görək. Onu alaq da. Alaq qoy xalqımız mənim səsimi daha yaxşı eşitsin. Məsələn, buradakı uşaqlar vətənpərvər uşaqlar deyə hərəsi 5 manatdan atırlar. Gələndəsində artıq 30 manat getdi. Qaldı 200 manat. 200 manat da siz atın. 207, o saat hesabladı. 7 manatda ülviyə əlavə verəcək. Nəysə, sən danış. Fevral inqilabında, 17-ci ilin fevralında Rusiyada inqilabın nəticəsində nələr baş vermişdi, onu deyil. Birincisi, monarxiya verilmişdi. Monarxiya bilirsiniz, atadan oğla hakimiyyət keçməli. İkincisi, Romanovlar sülaləsi hakimiyyətdən salınmışdı. İkincisi, Nikolay taxtdan salınmışdı və Rusiyada 2 hakimiyyətlik başlamışdı. Bu 2 hakimiyyətlik 2 dənə orqan arasında olduğu üçün biri Fəhlə Deputatlar Soveti idi, biri də müvəqqəti hökumət idi. Biz birinci müvəqqəti hökumətin fəaliyyətindən danışırıq. Müvəqqəti hökumətin Azərbaycanda fəaliyyət göstərən 2 dənə orqanı var idi. Əslində Azərbaycanda deməyim, Qafqazda fəaliyyət göstərən. Bunun, baxın dostlar, burada Bakıda fəaliyyət göstərən orqan olaraq qeyd edilir. Adın qısaltma formasında o qədər itik demişəm ki, adın düzgün forması yadından çıxır. İctimai Təşkilatların İcraiyyə Komitəsi. Bu dəfə düz edin. Keçən dəfə izahdan bunu səhv edir. Bu itik yaradılmışdı mart ayında və Bakıda fəaliyyət göstərildi. Bu itikin tərkibinə Azərbaycanlılardan daxil olan nümayəndələr Hacıski və Məmmədəmin Rəsulzadə. İtikin ilk iclası köhnə kitabda deyir ki, may ayında keçirilmişdi. Bu kitabımızın içində may sözü çıxarıb sadəcə ilk iclasından məlumat verir sizə. İlk iclasda deyir, sahibkarlarla fəhlələr arasında barışı komissiyası yaradılmışdı. Bir də 8 saatlıq iş gününə keçid haqqında qərar verilmişdi. Yəni nizat. Kuncəli başında. Yox, mənim. Qulaq. Digər orqan isə ümumiyyətlə fevral inqilabı zamanı Cənubi Qafqazı idarə edən canişinlik fevral inqilabından sonra fəaliyyətini dayandırır. Bu yöndə Cənubi Qafqazda qısaltma formada qeyd edilsək, xüsusi Cənubi Qafqaz Komitəsi fəaliyyətə başlayır. Bu da mart ayında fəaliyyətə başlayırdı. Komitənin tərkibinə isə bunların hamısının adını düzgün şəkildə əzbərləmək lazımdır. Xüsusi Cənubi Qafqaz Komitəsinin tərkibinə isə bu komitənin fəaliyyətinə 4-cü Dövlət Dumasına daxil olan Məmməd Yusif Cəfərov daxil oldu. Komitə Tiflisdə fəaliyyət göstərirdi. Bax, buna diqqət edirsiniz. Azərbaycanda fəaliyyət göstərmirdi. Bu 2 hakimiyyətin ikinci orqanı isə Bakı Fəhlə Deputatlar Soveti. Hansı ki, bir xatırlatma edirəm. 1905-ci ilin noyabrın 25-də Bakı Fəhlə Deputatlar Soveti fəaliyyətə başlamışdı. Sonra fəaliyyətin 6-cı ilin fevralında dayanmışdı. Bir də 1917-nin martında fəaliyyətin bərpa edilir. Təbii ki, Bakıda fəaliyyət göstərilir. Başçısı Şaumyan idi. Bax, Bakı Fəhlə Deputatlar Sovetinə SR, Menşevik, Bolşeviklər daxil edir. Müxtəlif ideoloji birliklər edir bunlar. Bu 3 dənə ideoloji birliyin əsas istəyi o idi ki, bu qurumun içərisində müsəlmanların fəaliyyətini qısıtlasınlar. Yəni, bizimkilər iştirak eləməsin. Bəs bu fevral inqilabının bizim xalq hərəkatına təsiri nədir olmuşdur? Ümumiyyətlə, yeni mərhələ başlamışdır. Biz köhnə dərslərimizdə keçmişdik xalq hərəkatının 3 dənə mərhələsindən. Biri 1875-1904, 1904-1917, 3-cü mərhələdə 1917-1918-ci illərdə. Bu mərhələdə birinci formada ərazi muxtariyyəti məsələsi ön atılmışdı. İkinci formada, yəni digər əsas məqsədləri isə müstəqillik əldə etməkdir bunlar. Bu dövrdə inqilabın təsiri nəticəsində Azərbaycanın müxtəlif şəhərlərində, məsələn üçün Bakıda və Yelizavetpolda yeni orqanlar fəaliyyətə başlayır, milli şuralar, müsəlman komitələri fəaliyyətə başlayır, yəni hərəkat daha da sürətlənir. Və bundan sonra mart ayında 17-ci il, ümumiyyətlə bizim bir şey deyim ki, bu dərsdə danışacağımız hadisələrin hamısı 1917-ci il olduğu üçün, hansının ki orada ayı verilir, siz onun ayını əzbər bilməlisiniz. Çünki mən sizdən onun ayını soruşacağım.
17-ci ilin martın sonunda Gəncədə, əslində biz bunu keçmişik, Türk Ədəmi Mərkəziyyət Federalistlər İqtisi olaraq partiyası fəaliyyətə başlayır. Nəsib bəy Yusufbəylinin başçılığı altında. Federalistlər partiyası özünü qeyrət partiyasının davamçısı hesab edirdi və o yaşasın Azərbaycan ifadəsini səsləndirmiş və ilk dəfə Azərbaycan ifadəsi siyasi mərhum halına almışdı. Bunu əslində partiya təşkilatlar dərsinin içində demişdir. Və bu partiyanın fəaliyyəti başlamağa əslində həm bölgələrdə, həm də Bakıda xalq hərəkatının yeni mərhələsinə qədəm qoyduğunu göstərir. Çünki bu partiyanın əsas məqsədi milli birlik baxımından birləşdirməkdir Azərbaycanı. Yəni Türk xalqını birləşdirmək istəyirlər. Bu dövrdə həm də İttihad Partiyası fəaliyyət göstərdi. İttihad Partiyası da dini zəmində birləşdirməni tərəfdarı edir. Müsəlmanları birləşdirmək istəyirdi. Eləmi? Ay, sağ ol. Sonra 1917-ci ilin aprel ayında, aprel və may aylarında qurultaylar keçirilir. Bu qurultayların biri Bakıda Mürsə müsəlmanların Bakı qurultayı, sonra da Qafqaz müsəlmanlarının Moskva qurultayı olur. Bakı qurultayında Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında köhnə ştatda Topçubaşoğlu adı var, onu çıxır. Təkcə Məhəmməd Əmin Rəsulzadənin adı verilir. Onun başçılığı altında bir məclis olur da, bir yerə yığışır, sözümüzü bir yerə qoyuruq ki, biz gedək Moskva qurultayında deyək ki, bizə ərazi muxtarəti verilsin. Köhnə ştatda yazır ki, 17-ci ilin mayında Moskva qurultayında yalnız bizə mədəni muxtariyyət veriləsi oldu. Amma təzə ştatda bunu dəyişdirirlər. Təzə ştatda deyir ki, yekun qətnamə qəbul edilir ki, Rusiya tərkibində yaşayan müsəlmanlara ərazi muxtariyyəti verilsin. Bir ərazi muxtariyyəti ilə mədəni muxtariyyət arasında fərqi bilirsiniz. Biləniniz var mı bunlar arasında fərqi? Ərazi muxtariyyət olur ki, məsələn, Naxçıvan bu dəvrə ərazi muxtariyyətinə sahibdir. Məsələn, onların öz daxili idarəçiliyi var. Düzdür, xarici cəhətdən bizə daxil edil. Amma daxili idarəçiliyi var. Yəni, onların öz daxilinin İşlər Nazirliyi, Fövqəladə Nazirliyi falan, hamısının öz naziri var. Məclis fəaliyyət göstərir orada. Naxçıvana təyin edilmiş yeni nümayəndə var, adı Naxçıvan. Həmin nümayəndə o qərarları verir. Xaricdən amma bizə bağlı. Bu, onların ərazi muxtariyyətini olduğunu göstərir. Bəs mədəni muxtariyyət nədir? Mədəni muxtariyyətdə yalnız öz, məsəl üçün, dillərində təhsil alma hüququ verilir onlara, öz, məsəl üçün, qəzetləri nəşr etmə imkanı verilir. Bu, yəni mədəni sahədə bir sıra irəliləyişlər, hüquqlar verilir onlara. Yəni, yekunda biz bu hadisənin nəticəsində ərazi muxtariyyəti əldə etməklə bağlı bir qətnamə qəbul edirik. Və may ayının ardınca, məsəl üçün, təzə ştabın üstünlüyü budur ki, birbaşa buradan keçirik oktyabr ayına, ortadakı, məsəl üçün, hadisələr çıxarılmış olur, bir. Oktyabrda biz danışmalıyıq birinci oktyabr çevrilişindən. Petrograd şəhərinə baş vermişdir. Bolşeviklər çevriliş eləmişlər, hakimiyyəti əl almışlar. Bolşeviklərin çevriliş eləməkdən sonra onların çevrilişinin Bakıya da təsir olmuşdur. Belə ki, biz burada əvvəlcə Müsavat Partiyasının fəaliyyətini danışırıq. Oktyabr 25-31-də Müsavat Partiyasının qurultayı keçirilir. Açıq qurultayı, ilk açıq qurultayı keçirilir. Qurultayda əsas 4 dənə məsələ gündəmdəydi. Birinci məsələ, Azərbaycan dilində təhsil almaq icazə verməsini istəyirdik. 8 saatlıq iş günü istəyirdik. Sonra torpaqların, kəndlərin torpağa sahib olmasını istəyirdik. Yəni bunu proqrama qoymuşduq ki, qurultayın proqramı qəbul olmuşdur. Ki, gələcəkdə biz torpaqları qəbul edək və kəndlərə verək. Bir də bu ərazi muxtariyyət məsələsi qeyd almışdır ki, birinci formada ərazi muxtariyyət, ikinci formada isə müstəqilliyi qazanmaq istəyirik. Lakin dostlar, dediyim kimi, bu qurultayın keçirildiyi dönəmdə ilə Moskvada, Petrogradda çevrilişin baş verməsi bizim işlərimizə də mənfi təsir edir. Belə mənfi təsir edir ki, burada gəlib bolşeviklər hakimiyyəti əl almaq istəyirlər. Və noyabrın ikisində faktiki olaraq bolşeviklər Bakıda hakimiyyət elan edir. Bolşeviklərin Lenin tərəfindən təyin edilmiş xüsusi nümayəndəsi Şaumyan idi, fövqəladə komissar hesab olunurdu. Bolşeviklərin fəaliyyətə başlamağı ilə bax, ümumiyyətlə, çevrilişin həyata keçirilməsinə xüsusi Cənab Qafqaz Komitəsinin fəaliyyətini dayandırır, oktyabrın sonlarında. Ondan sonra bu Bakı Sovetinin, Bakı bolşeviklərinin qarşısında iki dənə orqan qalır. Bir, müsəlmanların milli şuraları fəaliyyət göstərir, bir də şəhər duması vardır. Xoyskinin başçılığı ilə fəaliyyət göstərən şəhər duması. İki dənə rəqibi qalmışdır. Sonra noyabrın 22-sində İTİK də fəaliyyətini dayandırır, rəqibinin biri də azalır. Onsuz İTİK Bakıda fəaliyyət göstərir və rəqibi hesab olunur. Bir də orada bizə bu Bakı Sovetinin gördüyü tədbirlər haqqında məlumat verir. Bu dərsin simvol olan hadisə budur. Belə ki, Bakı Soveti məsələsi deyir, orada poçt teleqraf xəttini, ərzaqdır, bu kimi sahələri milliləşdirmişdir. Eyni zamanda Rusiyadan silah-sursat yardımı almışdır. Baxın,
Bunların silah-sursat yardımı almasının əslində məqsədi 18 martında müsəlmanlara qarşı soyqırım törətməkdir. Ondan buna heç kim başa düşmür ki, bunlar silah-sursatını niyə alırlar? Silah-sursatlarını aldılar, yığdılar, axırda 18 martda bizə qarşı soyqırım törətdilər. İndi siz, məsələn, bu dərsinizin içərisində sonuncu oxuduğunuz şey təzə kitablara əsasən bu bolşeviklər tərəfindən elə qırğınların törədilməsi şey olur. Bolşeviklərin tədbirləri olur, baş Sovetində bolşevik hakimiyyətinin elan edilməsi olur. Bundan sonraki tədbirlər kimdə köhnə kitab varsa, onlar qalıb mart soyqırımından sonraki dərsək. Orada bir başlıq var təzə kitabda, Şimali Azərbaycan istiqlaliyyət yolunda. Bu hadisələrin hamısı oradadır. Yəni demirəm, o çıxarılır. Onu sadəcə gələn də izah edirəm. Gələn də qeyrar. Əziz dostlar, biraz tələsik izah elədim, biraz da zarafatsız, ciddi formada dərsimizi keçdik. Amma ümidvaram sizin işinizə yaradı. Köhnə kitabla təzə kitab arasında bu hissədə o qədər də dəyişiklik yoxdur. Ona görə köhnə kitabda olan uşaqlar da oxuya bilər. Əlavə yoxdur. Sadəcə bir dənə eləyəcəyiniz şey olur ki, kim köhnə kitabdan oxuyursa, izaha baxıb, çıxarılmış şeyləri fərqləmək. Fərqləyəndən sonra bu izahla köhnə kitab əsasında oxuya bilərsiniz. Özünüzə yaxşı baxın, növbəti izahlarda görüşərik.